Qarında yaranan bu cür çatlara aparan məhsullar hansılardır? 1. Kollagen tərkibli kremlər. Deməli, bu kremlər dərimizi yumuşaldır, nəmləndirir, yaranmış çatların rəngini açmağa kömək edir və bərpa prosesini dəstəkləyir. 2. Hamınızın tanıdığı vitamin E. Deməli, vitamin E güclü antioksidantdır. Dərini nəmləndirir, doğuşdan sonra zəifləyən dərinin özünün bərpasını sürətləndirir, çatların rəngini açır və dərini daha hamar edir. 3. Hialuron turşusu. Deməli, bu maddə özündə nəmi saxlama gücünə sahibdir. Bu baxımdan dərimizi yaxşı nəmləndirir, dolğunlaşdırır və dərimizdəki elastikliyi artırır. Bundan başqa aloe vera ekstratı və pantenol maddəsi də bu problemin aradan qaldırılmasında dəstək olur. Lakin adlarını sadaladığım bu məhsullar tək başına möcüzə yaratmır. Əgər siz bu məhsulları birlikdə istifadə etmək istəyirsinizsə, Nutri Anti-Streç kremindən istifadə edə bilərsiniz. Bu məhsulun tərkibində bayaq adlarını sadaladığımız kollagen, vitamin E, hialuron turşusu, aloe vera ekstratı və pantenolla yanaşı dəridəki çat görünüşünü azaldan onlarla faydalı maddə var. Bu maddələr hamiləlik, ani çəki azalması sonrası dəridə yaranan çat görünüşünü azaldır. Cərrahi əməliyyatdan sonra dəridə qalan çapıq izlərinin aparılmasına, dərinin daha hamar və gözəl görünməsinə şərait yaradır. İstifadə qaydası isə səhər və axşam, yəni gündə 2 dəfə dərinizdə çat olan hissəyə bu kremdən vurub masaj edirsiniz. Yəni bu qədər asan. Bildirim ki, Nutri Anti-Streç kremini Nutrico Az saytı, Instagram və Facebook səhifələrindən, həmçinin açıqlama bölümündə qeyd etdiyim əlaqə nömrəsi ilə sifariş verə bilərsiniz. Çatdırılması mümkündür. Əlavə suallarınız yaranarsa şərhə yaza bilərsiniz.